Özünü hüquq müdafiəçisi kimi təqdim edən qadının vətəndaşlara küllü miqdarda ziyan vurduğu iddia edilir. Söhbət Səbiyyə Panaliyeva adlı qadından gedir. Bildirilir ki, o, göstərəcəyi hüquq xidmətləri əvəzində vətəndaşlardan bank kartı vasitəsilə müəyyən miqdarda pul vəsaitləri tələb edib. Ona müraciət edənlər deyirlər ki, qadın pulu alsa da heç bir hüquqi xidmət göstərməyib. Zərər çəkənlərin iddiasına görə o, özünü hansısa hüquq bürosunda hüquqşünas kimi təqdim edib və ölkənin müxtəlif bölgələrindən müraciət edən insanların etibarından sui-istifadə edib. Araşdırmalar zamanı isə məlum olub ki, Səbiyyə Panaliyeva hüquq müdafiəçisi deyilmiş. Qadının 12 nəfərə ümumilikdə 40 min manata yaxın maddi ziyan vurduğu bildirilir. Səbiyyə Panaliyeva İlham qızı adlı özünü sosial mediada hüquqşünas vəkil kimi təqdim edən Dələduz Əsən Neftçilər rayonu Kür kəndində qeydiyyatda olmağı haqqında rəsmi sənəd gəlib. Belə ki, bizim təkcə qrupda 12 nəfər var, hansı ki, şikayətçilər bir-birlərini tapmışıq. Ümumi qrupun zərəri 40 min manata yaxındır. 102-yə müraciət olunanda onlar sonuncu pul harda ödədiyimizi soruşduqda Metropolis İdarəsi dedik və Metropolis İdarəsindən bizə belə bir rəsmi kağız gəlib ki, bu adam Dələduzdur, filan rayonlarda rəsmi axtarışdadır. Ayrı-ayrı hesablara pul ödətdirməklə 2455 manat pul ödətdirdi. İşin nəticəsi olmayanda, pulumuzu tələb eləyəndə ayrı elə bil ki, dedi hara əlin çatır, deyiclə. Belə bir... Siz xidmət tələb elədiniz? Xidməti, heç bir xidməti olmadı onun bizə. Mənim ümumiyyətlə bank problemim var idi. Yəni hüquq məsələsinə ehtiyacım olduğu üçün yəni bu qadına müraciət elədim. Dedi ki, biz sənin işlərini yoluna qoyuruq, bütün yəni problem yoxdur, heç bir problem yoxdur, narahatçılığa heç bir səbəb yoxdur. Bu minvalla ilk ödəniş 150 manatdan başladı, daha ki bu son bu 3 aya qədər 7800 manat bu qadın bizdən yəni pul alındığı. İddialara aydınlıq gətirmək üçün Səbiyyə Panaliyeva ilə telefon əlaqəsi yaratdıq. O, Xəzər xəbəri açıqlamasında deyilənlərin həqiqəti əks etdirmədiyini bildirdi. Kəsbin etibarından sui-istifadə eləməmişəm. Qətiyyən. Bu vətəndaşların dedikləri həqiqəti əks etdirir yoxsa yox? Əks etdirmir. Əlbəttə, vətəndaş da 7 min mənə pul verib. Mən də deyirəm, onun banklarına ödəniş. Lazımdır qədisləri verək bizə. Lazımdır banklara sorğu verin, cavabları alın. Mən sizə hətta onu təklif edirəm ki, vaxtınız varsa mən gəlin bugün sizinlə üzbəyiz danışım. O hansı ki vətəndaşlar var sizin müraciət edən. Mən onlara rəsmi sizə göstərim, ondan sonra bir qərar verin. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrafilli Xəzər xəbərə bildirib ki, vətəndaş Səbiyyə Panaliyeva tərəfindən bir neçə şəxsin hüquqa zidd hərəkətlərə məruz qalması barədə ayrı-ayrı rayon polis orqanlarında müraciətlər var. Hazırda həmin müraciətlər əsasında araşdırmalar aparılır. Nizami Rəsulov, Əli Cəfərov, Xəzər xəbər.